Son zamanlar dırnaqarası üləmaların sayı artıb. Onların şəbədə qoşduqları bir məsələ də vəfat etmiş şəxslərə oxunan Yasin müqabilində muz dalınmasıdır. Belə iradlara Axund Azər Sani çox tutarlı və dolğun cavab verib. Gəlin ustadı dinləyək. Kimsə Yasin oxuyur, Yasin oxuyur. İndi ehtiyacı var Yasin oxuyur pulla. Sən bunu həm Yasin oxutdurursan ona, həm də pul verirsən, bu iki qat savab deyir. Bunun ehtiyacı vardır. Bu yaxşı var dövləti olsa gəlib bu günün altında, yaşının altında deyə qəbirstanlıqda Yasin oxuması. Elə deyil. Demək bu adamın buna ehtiyacı var. Həm bunun ehtiyacını ödəyirsən, həm də ki Yasin oxutdurursan. Bu pis nə var? Bunu niyə görə tənqid eləyək? İndi o adam ki var, əslində Yasin oxuya bilirmi, bilmirmi? Ata bu başqa mövzudur. O onun xalturasıdır. Bu yeri gəlində sənə də problemindir. Elə adam olgunən ki, mütəxəssisi tanıya bilirsən. Sən dünya aləm vecibə dörsə, sən bilmirsən ki, ümumiyyətlə Yasin nədir, o nədir, bu nədir, çatana pulu versən ki, gəl Yasin oxu falan elə. O da düşür elə bir adam ki, fırıldaqçı, axırda bunu at götürüb dinin üstünə niyə atırsan ki? Din nə deyir ki sənə? Oxutdurma Yasin, dünya dağılacaq. Yasin oxutdurursan, dava niyə eləyirsən bəyinə? Oxutdursan, oxutdurmursan, özün biləsən, vacib əməldir, buna görə cəhənnəmə gedib düşməyəcəksən, burada heç bir problem yoxdur. Amma bunu götürüb o formaya salırsan ki, şu pulla Yasin oxuyarlar, məsəl üçün falan. Oxutduğu özün oxuy. Ya da elə bir dostun olsun, elə bir yaxının olsun ki, sənin doğrudan da o geçsin səninlə oxusun, pulsuz oxusun. Sən nə o varındır, nə bu varındır, bu birisini də bəyənmirsən.